Salam, hər vaxtınız xeyir olsun, Avtoidman verilişinin izləyiciləri və avtomobil həvəskarları. Bugün mən Aqil Cəbiyev Usta Məsləhəti rubrikasında sizlərə mühərriklərdə qızma problemlərindən danışacağam. Necə olur ki, mühərriklərdə qızma problemləri olur və bunlara şərait yaradan, bunlara səbəb olan amillər hansılardır, hansı detallardır? Onlar haqqında sizə məlumat verəcəm ki, mühərrikinizin vaxtında qeydinə qalasınız və mühərrik qızması problemlərinə yaşamayasınız. Bildiyimiz kimi havalar get-gedə istilənir və yay ayları gəlir və avtomobildə ən çox qlobal problemlərdən biri avtomobil mühərriklərində antifriz mayesi ilə bağlı olan problemlərdir. Antifriz mayesinin azalması və bunun nəticəsində də mühərrikdə qızma problemləri. İlk olaraq mən qeyd etmək istəyirəm ki, biz Ford avtomobillərinə baxdığımız üçün adətən məlumatımız Ford modelləri ilə bağlı olur. Amma bu verdiyimiz məlumatlar demək olar ki, bütün avtomobil sürücülərinə şamil olunur. Mühərrikdə qızma problemləri nədir? Mühərrik qızması nə deməkdir və hansı hallarda bu mühərrikdə qızma problemləri yaranır? Hal-hazırda qarşımda gördüyünüz bu detallar demək olar ki, mühərrikin antifriz, yəni maye sistemində həmən bu detallar hamısı baş rolda oynayır və hərəsinin özünə uyğun funksiyaları var. Yəni hər biri avtomobildə mühərrik sıradan çıxarsa, mühərrikdə qızma problemləri yarana bilər. İlk olaraq başlamaq istəyirəm əlimdə hal-hazırda tutduğumuz antifriz krişkası kimi, yəni antifriz basokun qapağı kimi adlandırılan bir hissədir. Adətən kiçik bir hissə kimi görünür və sürücülər buna antifriz qapağı deyilir, amma əslində bu antifriz qapağı funksiyasına əlavə içərisində termostat kimi adlanan bir hissə var. Bu da sıradan çıxarkən mühərrikdə qızma problemlərini gətirib çıxarır. Bundan əlavə, ümumi olaraq deyim ki, mühərrik sistemində olan bütün şlanq sistemi, həmən şlanq sistemində hər hansı birində axıntı olarsa və yaxud da sıradan çıxarsa, mühərrikdə suyun dövrəsində problem yaranır və nəticədə mühərrik qızma problemləri yaranır. Yəni, bu hər hansı bir trubkalardan, yəni bu şlanqlardan birində çatlama və yaxud gözlə görünməyən çat və yaxud da hər hansı bir sıradan çıxma amilləri olsa, antifriz sızması nəticəsində də mühərrikdə qızma problemi yaranacaq. Bundan əlavə qeyd edeyim, hal-hazırda əlimdə tutduğum bu detal sürücülər arasında su pompası kimi adlandırılan bir hissədir və bu su pompası mühərrikdə suyu dövr elətdirən əsas hissələrdən biridir. Yəni, bu su pompasının sıradan çıxması nəticəsində də buradan antifriz mayesi axır və mühərrik sistemində bu suyu dövr elətdirə bilmir sıradan çıxanda. Sıradan çıxarkən ilk əlamətlərdən biri özü müəyyən səslər var ki, onları çıxardır və ondan əlavə də mühərrikə baxış keçirərkən ətraf hissələrindən, aralıq hissələrindən antifriz mayesinin axdığını görürük. Ona görə də buna hər yağ dəyişmədə və yaxud hər iki yağ dəyişmədən məsləhətdir ki, ustanıza göstərəsiniz. Əlbəttə ki, ustanız da professional usta olmalıdır ki, nəzarət eləsin. Əgər belə bir problem varsa, vaxtında qarşısını alsın. Bundan əlavə, bir qeyd elədim sizə, antifriz mayesindən dövr elətdirən həmən o sistem ki var, şlanqlar. Hal-hazırda əlimdə tutduğum əsas şlanqlardan biri də budur, hansı ki antifriz adətən Ford modellərində antifriz 1.5 və yaxud da 2 mühərrik, 1.6 mühərriklərdə daha çox rast gəlinir. Antifriz baçokundan çıxan bir şlanq kimi adlandırılır. İçərisində isə gözlə görünməyən bir klapan var. Həmən o klapan bu trubkanın içərisində olur. Bu nədən ibarətdir? Bunun rolu nədir? Sizə qeyd edim, nəyə görə bunun içərisi klapana təchiz olunub? Ona görə ki, mühərrik soyuq halda olarkən, mühərriki işə salanda mühərrik sistemi olan antifriz sistemi daha tez qızması üçün onun içərisindəki həmən o klapan suyun qarşısını saxlayır və qızandan sonra o qarşısını alır, sistemi ötürür. Və nəticədə mühərrik qızdırması üçün biz səhərlə işə salanda mühərrikin müəyyən temperatura gəlib çıxması üçün rol oynayan amillərdən biri budur. Və sizə qeyd etmək istəyirəm, bəzən olur ki, sürücü yaxınlaşır, görür ki, avtomobilində mühərrik qızması problemi var və yaxınlaşır, müəyyən elektron diaqnostika eləyir, amma elektron diaqnostika eləyəndə də heç bir ortaya bir şey çıxmır. Amma sürücü özü bildirir ki, mühərrikim qızır, amma elektron diaqnostikada problem olmur. Bu nədir? Adətən, məsəl üçün, termostat kimi adlandırılan həmən bu ehtiyat hissəsində sıradan çıxarkən bəzən olur ki, bunu elektron olaraq göstərir, amma bəzən olur ki, bu termostatın mexaniki olaraq
sıradan çıxma prosesi olur, amma bu diaqnostika vasitəsilə bilinməsə də belə bunu mühərrik ustası görüb, nəzərə alıb və ehtiyac varsa bunu dəyişməlidir. Düzdür, bundan əlavə termostatdan da bəzi hissələri ki var, oradan su axıtma problemi olur, amma əsas hissə termostatın müəyyən iç hissəsidir ki, orada mexaniki problem və yaxud da elektron problem yaranır. Onu vaxtında dəyişdirmək lazımdır ki, mühərrik qızmasın. Adətən bypass klapanın korpusu kimi adlandırılan bu hissədir. Ford Fusion, Ford Escape, Ford Kuga 1.6 mühərriklərdə təchiz olmuş mühərriklərdə olur. Həmən bu klapan, korpus və bu korpusda da müəyyən problemlər olanda və yaxud da bypass klapan kimi adlandırılan klapan var. O klapan özünə də müəyyən problemlər olanda mühərrik qızdırma problemi ilə qarşılaşırsınız. Gələk elektron hissələrə. Elektron hissələr hansı elektron hissələr ki var, o elektron hissələrdə də problem yarananda mühərrik qızmasına gətirib çıxarır. Elektron hissələrdən biri hal-hazırda əlimdə tutduğum bu elektropompa kimi adlandırılan hissədir. Adətən turbo mühərriklərdə təchiz olmuş avtomobillərdə olur və bu elektropompa bildiyimiz kimi avtomobil söndürdükdən sonra da öz sistemini iş prinsipini aparır və orada mühərriki soyutmağa davam elətdirən ehtiyat hissələrindən biridir. Bu elektropompanın da özünün sıradan çıxması diaqnostika vasitəsilə də bilinir, amma bəzən keyfiyyətsiz antifriz nəticəsində, içərisində yaranmış naqar nəticəsində də elektropompa özündə də mexaniki problem yaranır və sıradan çıxır. Ona görə də onun mexaniki hissə kimi sıradan çıxanda mühərrik ustası ona nəzərə yetirməlidir. Qeyd eləmişdim, bayaq sizə müəyyən korpuslar var ki, hansı korpuslar hal-hazırda əmdə tutduğum mühərrikin arxa su korpusu kimi adlandırılan hissədir. Bu hissədə də problem yarananda antifriz sızması nəticəsində mühərrikdə antifriz sistemində su azalır, yəni antifriz mayası azalır və nəticədə həmən o problemlərə rastlaşa bilərsiniz. Yəni bu göstərdiyim bu korpuslardır. Bundan əlavə göstərdiyim həmən bu detallar ki var, onlara vaxtında nəzarət eləsəz, bu problemlərlə yanaşmayacaqsınız, bu problemlərlə qarşılaşmayacaqsınız. Bundan əlavə sürücünün özü müəyyən nüanslar var ki, onlara da fikir versə görə bilər. Məsəl üçün, avtomobilin kapot hissəsini açdıqda antifriz basoka kimi adlandıran hissə var. Həmən hissəyə həmişə nəzarət olunmalıdır ki, orada antifriz maksimum və minimum deyilən bir xətt var. Həmən o maksimum xəttindən aşağıda olmasın. Yəni, aşağıdırsa özü əlavəsini eləsin və yaxınlaşsın mühərrik ustasına ki, bu nəyə görə aşağıdır? Antifrizin keyfiyyətinə görə yaranmış problemdir, yoxsa hər hansı bir sadaladığım hissələrdəndir ki, onlardan axıdır və nəticədə antifriz azalır. Hal-hazırda əlimdə tutduğum yağ kitabçası kimi adlandırılan hissədir. Adətən bu sıradan çıxanda isə siz öz antifriz qabınızın içərisində antifrizin rənginin dəyişdiyini görürsünüz. Bunu adətən sürücü dilə desə suya qarışmış kimi bir şey, yağ suya qarışmış kimi bir şey olur və krem formasında bir maye, qatılaşmış bir maye əmələ gəlir və siz oradan ayırd edə bilərsiniz ki, özünüzün yağ kitabçasında problem var. Yağ kitabçası təmizlənməlidir və sistem ümumi olaraq yuyulmalıdır. Bu da mühərrik qızmasına, yəni elə sürülsə avtomobil mühərrik qızmasına gətirib çıxarar. Gələk radiatorlara. Su radiatorları, su radiatorunda içərisində keyfiyyətsiz, yenə də antifriz nəticəsində müəyyən ərklər yaranır və antifriz düzgün dövr eləyə bilmir və nəticədə radiatorun düzgün işləməmə səbəbindən mühərrik qıza bilir. Və ondan əlavə elektropər kimi adlandırılan hissə var ki, həmən elektropərin də sürəti düzgün, yəni ventilyator kimi adlandırılan hissədir. Düzgün sürətdə fırlanmayanda və yaxud da onun hər hansı bir qoruyucu mexanizmi atanda, o düzgün işləməyəndə mühərrik qızmasına gəlib çıxa bilər. Bu verdiyimiz məlumatlar ümumi maarifləndirici məlumatlardır və bu məlumatları biz verməkdə özümüzə borc bilirik ki, siz öz mühərrikinizin qeydinə özünüz də qala biləsiniz. Yəni, belə deyək, avtomobil özü də bəzən bizlə danışır. Sadəcə olaraq onu dinləmək və başa düşmək lazımdır. Təşəkkür edirik. Düşünürəm verdiyimiz məlumatlar sizə maraqlı oldu. Ünvanımız NZS qəsəbəsi, Xəzər televiziyasının yanı Ford Klub servis.